Bəli, düzgündür. Sonra Kür-Araz mədəniyyəti. Erkən tunç. Kür-Araz mədəniyyəti, bəli, erkən tunç, düzgündür. Mustiye dövrü, Mustiye. Orta tunç dövrü. Yox, orta paleolit Orta paleolit dövrü, bəli. Ulu icmanın yaranması. Alt paleolit. Ulu icma alt paleolit, bəli, düzgündür. Sonra qəbilə icmasının yaranması, qan qohumluğu, yəni ana qohumluğu, matriarxat dövrü. Üst paleolit dövrü nə vaxta qədər davam edibdi? Anaxaqanlıq dövrü, matriarxat dövrü nə vaxta qədər davam edibdi? Erkən tunçda nə baş verdi ki, ataxaqanlığı meydana gəldi? Yəni kişilər ön plana keçdi. Xış əkinçiliyi də, toxanı xış əvəz elədi. Səsim gəlir. Hə, səsin indi gəlir. Xış əkinçiliyi yarandı və kişi əməyi, bu xışda çətin iş olduğuna görə kişi əməyi ön plana keçdi və patriarxat dövrü başlandı. Yaxşı, nə zamandır ölü yandırma və kollektiv dəfn etmə adəti meydana gəldi? Bilmirəm.